əvvəlim var bunu televizyonda gördüm. Anın mübarək bədəninə namaz qılandan sonra bətər qulaq asmalı sözdür ha, yerinə yetirə bilsəm yaxşı aləmimiz olar. Anın mübarək bədəninə namaz qılandan sonra məmulən tabutun üstünə əmmaməsini qoymuşdular. Amma Nəcəfdə izdiham çoxaldı, əmmamə düşdü. Tabutun üstündən əmmamə düşdü. Allah şahid, mən də elə oturmuşum televizyon qabağında baxırdım. Birdən-birə əsən halım əvəz oldu. Ala o əmmamə düşən dəqiqəsi o götürən çox müəddəbanə götürdü, öpdü əmmaməni, təhvil verdi. Çox ədəbli, çox ədəbli. Əsən bir ləhzə kullu vücudum dağıldı, Allah şahiddir. Bir ləhzə getdim Kərbəlaya, özü də nə Kərbəla. Bax, bir ləhzə yadıma düşdü ki, Hüseyn ibn Əli əmmaməsindən neynədilər. Buna bir nəmi al, mən sərgüzəşti əmmamiyə Seyyid Şəhda gör nəcr oldu. Əmmami Əbu Abdillahi Ənəs ibn Murid, la ilahə illallah, Əxnəs ibn Murid, bəşdiyin Əxnəs ibn Murid, bəd az bu ki, Seyyid Şəhda yıxılıbdı. Yıxılan dəqiqəsi əvvəlin mətləb ki, qarət olubdu, 2 dana mətləbdir. Əvvəl əsas qarətdə 2 dana əvvəl qarət olub. Əvvəl əmmamə, sonra Həzrətin libası cəngisin qarət elədilər. Bu əcibdir də. Əmmamə götdü bu Əxnəs, çox bihəy adam idi. Bilafasilə cəngiş qutardı, hərəkət elədi bir tərəfi Kufə. Evli Kufədə idi Əxnəs. Gətdi evdə xanımsına deyir, bu əmmamə ki görürsən, bu əmmamə çox yuxarı adamın əmmaməsidir. Bunu yucunan, bu qan üstündə vardı, bu qanı yucunan, la ilahə illallah, la ilahə illallah. Mən bu əmmaməni ya sataram, ya özüm istifadə elərəm, amma belə filan məhafilə, bir yol görüm, itirə bilsəm yaxçı aləm olar ha. Əxnəsin xanımsı başladı əmmamə yuma. La ilahə illallah. Su ki töküldü əmmamənin üstünə. Ta su dəydi əmmamiyə, əmmamədən qan cüş elədi. İmam Hüseyin qanı. Ta bu hərəkəti görəndə bilafasilə yetişdi. Həmsərin çağırdı. Bu nə əmmaməsidir? Bu nə cəryan deyir, bu getmişdim Kərbəlaya, getmişdim Cəncə, qənimət getmişəm. Dedi, bu kimin əmmaməsidir, qənimət getmişəm. Dedi, Hüseynin əmmaməsidir. La ilahə. Hüseynin əmmaməsidir. Bəli, Hüseynin əmmaməsin. Hangi Hüseyin? Deyir, Peyğəmbərin nəvəsidir. Ta Peyğəmbərin nəvəsi. Xanımız deyir, əcəb bihəy adamsın. Adam Peyğəmbərin nəvəsinin əmmaməsini qarət elə. Danışdı xulası xanımızı deyir, mən bu evdə oturmaram. Da mən səndən zindəcanlığa idamə verməm. Hətta uşaqlar ağladı. Uşaqlarına cavab bu oldu ki, nə qədər ağlısız ağlayın. Bu kişi biri